İmam Səccad əleyhissalam deyir, gəldi İmam Hüseyni dəfn elədi. Cənazələr hərəsi bir yerdə idi də, bilirsiniz. Bəziləri xeyməcahda idi. Çadırların yanından qətligaha, Kərbəlada olanlar desin nə qədər yoldur. Xeyməcahdan qətligaha. İmam Səccad deyir, gedin o cənazələrin hamısını gətirin qətligaha, İmam Hüseynin yanına. Dedilər, ağa bir bədən düşüb qalıb Əlqəmin kənarında. Orada da bir qolsuz bədən var. Onu da gətirək. İmam Səccad əleyhissalam deyir ki, yox, ona dəyməyin, özüm huzuruna gedəcəm. İmam Hüseyni dəfn edir, şəhidləri dəfn edir, gəlir onun huzuruna. Onu harada dəfn edir? Elə olduğu yerdə, orada dəfn edir. İstəyir ki, bir dənə də hərəm olsun atası İmam Hüseynin hərəminin yanında. Bu kimdir? Bu oldu Babul Həvaic, hacətlər qapısı. Hansı halla dünyadan köçdü Əbəlfəz? Tövbə halı ilə, üzrxahlıq halı ilə. Dedi ki, bacarmadım. Yaxşı da ələmdar olmağa layiq deyiləm. Heç olmasa bəlkə uşaqlarına su gətirən olun. Heç suyu da apara bilmədim axı. Su da dağıldı yeri, heç məndən Hüseynin balalarına nökər də çıxmadı. Bir dəfə su istədilər, onu da verəmədim. Axırda arzum buydu ki, Hüseyni görüm. Ox gəldi, gözümə dəydi. Heç ona da ləyaqətim olmadı. Əbəlfəz öz haqda belə düşünür ki, Əbəlfəzdir. Allah gördü ki, bu heydiyim mən eləyənmədim. Allah da qiymət vermək istəyirdi bu halına. Sən elədin Babul Həvaic. İndi hamının çətinliyi sənin əlindən həll olar. Sən ki, burada xəcalətli qaldın axı. Gedin onun qapısına, çox israr eləyin. O da Allaha bir söz nə deyəcək? Deyəcək, Allah ilahi, Kərbəlada mən bir dəfə utanmışam, dayı məni utandırma. Bu möminlər gəlib hacət istəməyə mənim vasitəmlə. Əli boş qayıtsalar mən xəcalətli olacam axı. Bu Hüseyn aşiqlərinin yanında. Kərbəla şəhidlərinin içində Həzrəti Əbəlfəz ən üstünüdür. Deyir ki, Allah Əbəlfəzə elə bir məqam verəcək ki, bütün şəhidlər ona qibt eləyəcək.